Salam aleyküm. Deməli, insülin dirənci nədir? İnsülin dirənci haqqında mən bir məlumat verim. İnsülin dirənci əsasən kök insanlarda homoir belə deyim, yazılır və belə deyərdim ki, çəki artdıqca insülin dirəncinin dəyərləri də artır. Hətta bizə elə insanlar gəlir ki, insülin dirənci normadan 6-7 dəfə çox olur. Normadan 6-7 dəfə çox olur. Və bu insanlar artıq şəkərin bir addımlığındadır və yaxud da şəkər xəstəsidir. Hətta şəkər xəstələrinin özündə belə 4-5 dəfə artıq olur. Yəni, bəzən elə olur ki, insan deyir ki, birdən-birə mən şəkər oldum. Elə deyil. İnsan birdən-birə şəkər olmur. İnsan əgər özünə nəzarət eləsə, yəni vaxtında çəkisinə və analizlərinə diqqət eləsə, görər ki, bunda insülin dirənci var və bu insülin dirənci varsa, insan addım-addım şəkərə gedir. Və insülin dirəncini aşağı salmaqla özünü şəkərdən də qorumuş olar və bəzi başqa sistem xəstəliklərindən də qorumuş olar. İnsülin dirəncini aşağı salmaq üçün biz nə edə bilərik? Sadə bir üsullardan bir neçəsini mən deyim. Birinci növbədə gündə 1 saat yeyin gəzmək lazımdır. Mütləq. Əgər gəzmək olmasa, nə içirsiniz, nə yeyirsiniz, yeyin, mümkünatı yoxdur. İnsülin dirənci az bir müddət düşəcək və yenə qalxacaq. Ona görə mütləq gəzilməlidir. Bu bir. İkincisi, alma sirkəsi soda qarışımı. Bu, ən azı 3 ay içilməlidir. Deməli, yarım çay qaşığı soda götürürsünüz, 1 stəkan qaynar suya qarışdırırsınız. Bunu ilıq olana qədər gözləyirsiniz. İlıq olandan sonra bunun üstünə 2 stəkan normal su tökürsünüz, otaq temperaturunda soyuq su və bunun üzərinə 2 və yaxud da 3 xörək qaşığı alma sirkəsi. Məsələn, siz mədənizdə həssaslıq yoxdursa, mədə probleminiz yoxdursa 3 xörək qaşığı tökün. Mədənizdə problem varsa 2 xörək qaşığı da bəs olar. Bu suyu gün ərzində için. 3 ay ərzində. Bu 2. Yeməklərinizi gündə 2 dəfəyə keçirməlisiniz. Səhər, axşam. Daha doğrusu, səhəri biraz geciktirirsiniz, axşamı biraz tezləşdirirsiniz. Gündə 2 dəfə qidalanma rejiminə keçirsiniz. Menyudan şirniyyatları və ağ çörəyi tamamilə çıxarırsınız. Kəpəkli çörəklər yeyilməlidir və bu da çox az miqdarda. Bu 3. Və mütəmadi şəkildə hicama və zəli müalicələri aparmalısınız. Niyə? Hicama insülin dirəncini çox aşağı salır. Biz bunu artıq praktikamızda dəfələrlə görmüşük, tətbiq eləmişik və effektini də görmüşük. Məsələn, başdan 3, kürəkdən 6, beldən 5 ədəd hicam elətdirirsiniz. 2 aydan sonra bunu bir dəfə də elətdirirsiniz. Yaxşı olar ki, insülin dirənci nə qədər yuxarıdırsa, hər 2 aydan bir bu sayda hicamaları elətdirirsiniz. Və zəli müalicəsi elətdirirsiniz. Zəli müalicəsi, məsələn, həftədə 12 dənə, ümumi 84 ədəd ildə 2 dəfə elətdirə bilərsiniz. Yaz və payızda. 3 ədəd boyuna, 3 ədəd kürəyə onurğa üstünə, 3 ədəd belə və 3 ədəd də qaraciyərin üstü nahiyəsinə qoyula bilər. İldə 2 dəfə də bu müalicələri aparmaqla siz insülin dirəncini aşağı salmış olarsınız. İnsülin dirəncini aşağı salmaqla siz şəkər xəstəliyinə tutulmaqdan qorunmuş olarsınız. Çox sağ olun. Allahım şəfa versin, bizə üçün də amin.